Başlayırıq. Görək nədən başlayırıq. Carl Gustav Jung terapi müddətində 5 sual verir. Gəlin baxaq görək ümumiyyətlə Carl Gustav Jung terapi müddətində hansı 5 sualdan istifadə edir ki, pasientlər bəzən bir seans gəlməklə belə öz psixoloji problemlərini həll edə bilir. Gəlin bir yerdə baxaq. Birinci sual və çox diqqətli dinləməyinizi istəyirəm. Nəyə görə hələ də olduğun şəxs olaraq qalmağı seçirsən? İndi mən sənə sual verirəm. Nəyə görə hələ də olduğun şəxs olaraq qalmağı seçirsən? Burada əsas məqsəd səni günahlandırmaq deyil. Onun əsas məqsədi sən yorğunluq, sərtlik və yaxud da ki, kimsəyə ehtiyacım yoxdur davranışında gizli bir qazancın işarəsidir. Yəni, indi bu cür halda olmağın sənə nə qazandırır? Yəni, qısacası desək, nəyə görə hələ də olduğun şəxs olaraq qalmağı seçirsən? Bu sənə hansı maskavın altında olduğunu, hansı tanıdığın acının bilinməyən yaxşıdan daha güvənli yer olduğunu göstərən bir işarədir. İkinci etapda ən böyük yaran itsə, sən kim olardın? Həqiqətən istəyirəm ki, özünə sual verəsən. Həqiqətən də ən böyük yaran itsəydi, sən kim olardın? Məsələn, deyək ki, şəxsiyyətimizin bir parçası halına gəlmiş, seçilmədim, məni anlamadılar, həmişə yalnızam, yaxşı bir gün bunlar yox olsa, nəyin arxasında gizlənərsən? Həqiqətən, bir gün bu acıların yox olsa, nəyin arxasına gizlənəcəksən? Üçüncü sual, hər gün hansı rolda yaşayırsan? Hər gün hansı rolda yaşayırsan? Evdə, ailədə, məktəbdə, iş yerində. Ümumiyyətlə, Jung'a görə ruh özünə yalan deməyə başladığı anda yorulmağa başlayır və sən rol edərkən özünü itirirsən. Dördüncü sual, hansı qorxunla üzləşməyə rədd edilsə? Məsələn, ola bilər rədd edilmə, itirmə. Ümumiyyətlə, insan qorxuya baxmadığı müddətcə davamlı qorxun içərisində dövgü şəklində hərəkət edir. Və ən əsası kim olursan, kimsə baxmayanda. Əgər sənə kimsə baxmasa, həqiqətən kim olursan? İstəyirəm ki, bu sual haqqında düşünəsən. Nə alqış var, nə gözlənti var, nə rol var, nə maska var. Jung'a görə bu kölgədir, yəni sənin həqiqi kimliyindir. Həqiqətən, kim olursan, əgər həqiqətən səni görməsə, həqiqətən. İstəyirəm bu haqda düşünəsən. Yəni, səssizliklə ortaya çıxan üzün nə deyir? Yəni, bu tərəflərini bax, həqiqətənmi yaşayırsanmı, yoxsa uyğun biri olmağa çalışaraq özünü mü tükədirsən? Bu, Carl Jung Gustav'ın terapi müddətində istifadə etdiyi 5 sual idi. İstəyirəm ki, bu 5 sualı özünə verərək həyatını şəkilləndirəsən ki, bir çox insanlar bu sual ətrafından öz həyatlarını dəyişə biliblər, hətta bir seansa belə bu mümkün olur. Ona görə sualları aşağıdakı hissədən, yəni, necə deyim, rəy hissəsindən ətraflı baxaraq qoymuşam ora, təxmin edərək öz üzərində işləyə bilərsən. Faydalı oldusa bəyənməyi və yorum etməyi unutma. Sevgi ilə.